Mətni sütunlara bölmək üçün CSS-də column xüsusiyyətindən istifadə olunur. Index.html-də container divi içərisində bu şəkildə loremdən yazıları kopyalamışam. Mən gəlib burada style.css-də container divi içərisinə column count üzr istəyirəm. Column count 4 yazıram. 4 yazdığım zaman 4 sətrə də bölünəcəkdir və mən burada genişliyini artırıb azaltdığım vaxtda yenə eyni qaydada 4 sətir gəlmiş olacaqdır və yazıları da bu şəkildə sıxışdırmış olacaqdır. Və yaxud da ki, column width yazdığım zaman və gəlirəm burada 400 piksel yazıram. Baxın, hal-hazırda ekran balacadır və 400 pikseli açdığı zaman bu şəkildə sütunlara bölünmüş olacaqdır. Və ya gəlirəm burada tutalım ki columns yazıram və 400 pikseldə yox 300 piksel olsun. 300 pikseldə 4 verirəm. Baxın, hal-hazırda 300 piksel genişliyində tək sütuna bölüb 400 pikseli açdığı zaman bu şəkildə görünmüş olacaqdır. Və ya 5 verirəm. Burada 150 piksel yazıram və 150 piksellik 5 sütunluq yazılarım gəlmiş olacaqdır. Daha sonra bu column-a stil verə bilərəm. Gəlirəm burada column rule stil yazdığım zaman burada bir neçə seçənəkləri vardır. Misal üçün dot verdiyim zaman burada columns'da yazmalıyam. Columns 4 150 piksel yazıram. Baxın, burada nöqtəli sütun gəlmiş olacaqdır bu şəkildə və yaxud da ki double yazdığım zaman 2 xətli sütun gəlmiş olacaqdır. Daha sonra buna rəng verə bilərəm. Column rule color misal üçün göy rəngi olsun. Bu şəkildə göy rəngi almış olacaqdır. Və yaxud da ki column rule width 100 piksel olsun ki burada da sətrin, daha doğrusu xəttin bunu genişləndirirəm. Xəttin belə deyək, genişliyi artmış olacaqdır. Bunu indi çox dedim mən. 10 piksel verək. Bu şəkildə görünüş əldə etmiş olacaq. Və burada bunu column rule yazıram. Bu yazdığım 3 dənəsini yoruma alıram və bunu tək bir xüsusiyyətdə yazmış oluram. Burada misal solid olsun bu və blue rəngi olsun. 10 piksel yazar. Baxın, bu şəkildə yazdığım zaman tək bir xətt gəlmiş oldu. Genişliyi 10 piksel və rəngi də göy rəngdə gəlmiş oldu. Və aralarındakı məsafəni də bunu daha doğrusu yorumdan çıxardım. Gəlib burada aşağıda column qap verirəm. Və gəlib burada 40 piksel yazdığım zaman baxın, aralarında məsafə indi 40 piksel biraz az oldu. Buna 60 piksel verək. Baxın, 60 piksel yazdığım zaman bu şəkildə aralarında belə bir boşluq yaranmış olacaqdır. Və son olaraq bunu da göstərim. Bu yazıları loremdən kopyalamışdım. Baxın, burada lorem ipsum başlığı bu şəkildə gəlib. Gəlib burada lorem ipsumu buradan H1 içərisində yazmaq istəyirəm. Tamam. Daha sonra container divi altında gəlib H1-i seçirəm. Və burada hal-hazırda görmüş olduğunuz kimi
başlıq bu şəkildə görünür. Mən gəlib burada column span yazıram. Və burada all verdiyim zaman baxın bu şəkildə gözəl bir görünüşü əldə etmiş olacaq. Və burada başlığı gəlirəm, ortalamaq istəyirəm. Text align center yazıram və bu şəkildə ortalanmış olacaqdır. Bu dərsimizdən də bu qədər. Gələn növbəti dərsimizdə görüşənə qədər hələlik.